Bugün 21 Aprel 2025-ci il tarixidir. Tovuz rayonu Cəlli kəndindəyik. Yenə bir şikayətçimizin şikayətinlə bağlı bu evə gəlmişik. Özünün dediyinə görə Əfqanistan veteranıdır. Bizim müharibələrdə də döyüşübdür əsirlikdə. Hal-hazırda eşidək. Hoş geldin. Salam aleyküm. Salam aleyküm. Biz sizin şikayətinizlə bağlı gəlmişik. Allah canını sağ eləsin. Bu şikayətçimizin də şəraitinlə tanış olaq. Bu medallar sizindir mi? Bəli müəllim. Bir deyin görə bu medallar. Bunu Əfqanistanda verdiler. Yani SSR'in geribi de var burada. Əfqanistanın o dostluq əlamətinin olarak hem bizimkiler hem onların şəkilləridir. Bəs ikinci. Bu da yenə əl verirlər dostluq qardaşlıq əlaməti. Bəli. Medalı üçüncü. Bu da Əfqanistanın yenə həmən əl veriblər, həmən haqq hesabdır. Bu Türkinski Voyeni okrugdur. Yəni Rusun zadlarıdır. Onlar bəli. Bəli. Bu da yenə Əfqanistanla SSR'in dostluq. Bəli, dostluq əlamətləridir. Yəni yaxşı döyüşən uşaqlara bu medalları təklif verirdilər. Bir sondan əlavədə ki, oğlum da burada antiterror əməliyyatında olub. Oğlum da ki, xüsusi təyinatda olub, komandada olub. Antiterrorda olub, ayağında da hələ yarası var. Ona veteranlıq verilməyib. Nəyə görə antiterrorda oğlu gərək 44 günlükdə mi olsun? Sual verdim mən onlara, dedilər gərək 44 günlükdə olacaq. Deməli yaxşı, bu antiterror əməliyyatında da o qədər şəhidimiz oldu ki. Onda deməli bu da şəhid olmalı deyiləm, verərdilər. Bu fakt döyüşü var bu insan. Ona da veteranlıq verilmədi müəllim. Aydındır, çox sağ olun. Canınız sağ. Biz Qəşbəqəm TV olaraq sizin şikayətinizlə bağlı gəlmişik. İndi sizi dinləyirik. Siz özünüz təqdim edin. Canınız sağ olsun, Allah razı olsun. Mən Məmmədov Nizami Ələskəroğlu. Əfqanistan veteranıyam. 5 medalım var. Oğlum da burada antiterror əməliyyatında iştirak edib. Xüsusi təyinatda olub. Komandada. Yəni bununla qədər dolanışıq vəziyyətim biraz çətindir, ağırdır. Ailə başçısı, yoldaşım da yoxdur, rəhmətə gedib 5-6 ildir. 3 uşağa baxıram. Yəni ki, çətinlik çəkirəm. Oğlumun biri fakt məktəbdə oxuyur, orta məktəbdədir. Yəni bunları düzdür, ona 100 manat, 120 manat pul verir. O görmür onu. Vallahi görmür. Sürücükasının dəftərini ödəmir. Mən də ki, usta adamam, çasın işlər bir dəfə olur, 10 ay olmur. Yəni çətinliyim var. 80 manat pul alıram. Dövlət tərəfindən nəsə bir yardım alırsınız mı? Bir dəfə almışam, məşğulluqdan heyvan almışam, qoyun veriblər. Neçədən qoyun veriblər? 21 dənə qoyun veriblər. Onun da ki, özüm 50 dəfə zəng elədim, dedim, gəldilər, baxdılar. Qoyunlar yeridikcə yıxılırdılar hamısı. İynə dərman almaqdan bezdim. Yəni ki, hamısı öldü, qırıldı. Tək 6 dənəsi qalmışdı. Siz özlərinə məlumat verdiniz, Bəli, hamısını baxdılar. Siz onlara demədinizmi ki, bu verdiyiniz heyvanlar budur? Dedim, nə demirəm, baxırlar, onu bilmirlərmi nə var, siz sağ olun. Əlbəttə ki, dedim. Nə olsun? Dedi, gerək götürmüydün, gələn dəfə götürərdin. Dedim, bu oyun oynayacaqdım, mən nə tərə gələn dəfə gözləyim birdən. Sizə deməli 21 dənə xırdabaş qoyun veriblər. Bəli, xırdabaş. Onların hamısı tələf oldu. Bəli. Siz ziyanlıqda qaldınız. Bəli, belə şey olur, hamı olsun. Yine dərmanı verdiyiniz pullar bəli, bax, balalarımın canı şeydir. Bax, onu konuşdan da maraqlana bilərsiniz, soruşa da bilərsiniz. Nədir? Hazır olsaydı əlimdə heyvan idi, saxlayardım. Bu nə vaxt baş veribdi? Bu arası 1 ildən çoxdur, 2 ildir bax belə başladı. Sahil Babayevin vaxtında. Bax, o ayısı. Elə qoyunlar verirlər ki, qavrqalarını salanır hamısını. Sahil Babayevin bir, nətər deyim, işinin davamçısı Anar Əliyevdir. O da həmin işlərlə məşğuldur. Rayon yerlərində insanlar acından ölürlər. Bəli. İnsanlara yardım adından xəstə mal verirlər, qoyun verirlər. O da bir neçə günə tələf olur. Həkim də buradadır kənddə. Allaha and olsun. Əgər mənə inanmınız yoxsa o həkimi çağıraram, o sizə deyər. Nə qədər mən iynə dərdə, mən apteklərdən daşımışam.
Bax vicdanım bak balalarımız var deyir. Nə olsun əmələ Hə, gətirəməm. siz başqa bir yerə bu haqda şikayət ünvanladınız yoxsa yox? Zəng elədim dedim də özə nə qara bilərəm müəllim. Mənim əlimdən nə gəlir? Ha, aydın məsələdir. Mən- Yaxşı. Kimdir mənim sözümü işləniz aramız? Hal-hazırda sosial yardımla bağlı Bəli, bəli. müraciət edirsinizmi? Bir-iki dəfə eləmişəm, alınmadı. Gah ora göndərirlər, gah bura. Səbəb? Başım çıxmır, mola bilmədim. Səbəb nə göstərdilər də yəni? Səbəb yəni ki, get bu sənədləri yığ gəl. Bir dəfə apardım Gəncə, o vaxt hələ Gəncədən belə fırlandım, yenə düzəlmədi. Ha, deməli süründürməçilik, Bəli, bəli, müxtəlif bəli, bahanələr. Bəli, bəli, müəllim, bəli. İndi hər şey açıb deyə bilmirəm indi, valla. Fakt elədi, balamın danışır. Fakt Azərbaycan Respublikasında hazırda da Salih Babayevin əməlləri davam eləyir. Hal-hazırda onun davamçısı Anar Əliyevdir. İnsanlara sosial yardım düşməli olduğu halda sosial yardım verilmir. Müxtəlif bahanələrlə süründürürlər. Bəli. Müxtəlif bahanələrlə sənəd düzəltməyə göndərirlər. Bəzilərinə deyirlər get vön aşmalısan, ora Bəli, bəli, onu pul dedilər. keçirməlisən. Əgər bu adamın pulu varsa, vönü keçib hökumətə keçirməyə pulu varsa, sosial yardımı nə edir? Müxtəlif bahanələrlə insanları süründürürlər. İnsanları məhv eləyirlər. Mən deyərdim bizim rayonda yüzlərlə belə insanlar var ki, halbuki bunlar sosial yardım almalıdırlar. Təəssüflər olsun ki, sosial yardım əvəzinə müxtəlif bəhanələrlə imtina verilir. İnsanlar da acından, nətər deyim, çox çətinlik çəkirlər. Bəli, Sürünürlər. bəli. Hal-hazırda bu bugünkü gündə başqa yerə bir müraciət edirsiniz, şikayətlə bağlı, nə iləsə bağlı. Yox müəllim, heç tərəf. Allah Bəs niyə sağlığı müraciət eləmirsiniz? Müraciətin heç olmasa cavabı olardı ki, hə, falan vaxt siz müraciət edirsiniz, sizə Müəllim, imtina verilibdir. Nə müraciət edin? Elədim də neçə illər getdim, düzəltdi. Bu verdi heyvanlar göz qabağında olur. Bundan sonra qəlbim qırıldı. Allaha pənah. Yəni hal-hazırda heç ara müraciət eləmək istəmirsiniz? Yox. İndi Elə bizə sizi müraciət gördüm, bəli. Hə, bəli, bəli. Sizə Hə, bəli. bizə müraciət edirsiniz. Bizdən Bir- kömək Şükür olum edirsiniz. Allaha, bəli. Biz də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən kömək gözləyirik. Belə Allah gözləyirik canını ki, sağ eləsin, prezidentin əgər məclisində. bizim bu çəkilişləri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə çatarsa, rayon yerlərində olan vəziyyəti mən açıqlayıram, Bəli, canı sağ olsun. ictimailəşdirirəm. Rayon yerlərində insanlar acından ölürlər, məhv olurlar. Təəssüflər olsun ki, rayon yerində olan sosial yardımla bağlı şöbələr insanların başını oynasırlar, onları alladırlar, onları süründürürlər və onları həmişə imtina verirlər. Çox xahiş edirik. Hökumətdən xahiş edirik. Bəli. Kömək olsunlar. Belə vətəndaşlara lazımdır kömək olsunlar. Sağ ol.